Bugünkü dərsimiz sivilizasiyalardır. Deməli, sivilizasiya nədir? Sivilizasiya ümumiyyətlə cəmiyyətin inkişaf səviyyəsidir, inkişafını göstərən əsas bir xüsusiyyətdir. Baxaq, bir dənə burada maraqlı bir şəkil var. Deməli, qəbilələr lap qədimdən, tarixdən də bildiyimiz kimi qəbilə formasında yaşayış sivilizasiyanın əvvəlində olan ilk insan birliyidir. Sonrakı dövrlərdə isə sivilizasiyadan sonrakı dövrlərdə artıq ilk dövlətlərin yaranması, sinfi cəmiyyətin formalaşması, bəşər cəmiyyətinin, belə deyək, sivilizasiyaların yaranmasına əsas, belə deyək, səbəb olmuşdur. Burada da cədvəldə fikir versək, sivilizasiyalardan əvvəl və yaxud da sonrakı mərhələ. Məsələn, sivilizasiyalar mərhələsindən əvvəl yığıcılıqla məşğul olub insanlar daş silahdan istifadə edib, ovçuluq, qəbilə, heyvanlara sitayiş kimi xüsusiyyətləri var idi. Ümumiyyətlə sivilizasiyadan qabaq xalqların və yaxud da ki, belə deyək də, toplumların. Sivilizasiya mərhələsində isə artıq odlu silah, dəmir qılınc, maldarlıq, əkinçilik, duluzçuluq, manufaktura, kağız istehsalı kimi belə deyək xüsusiyyətlər formalaşmağa başlamışdı. Sivilizasiya dövlət vətəndaş deməkdir latınca. Yəni sivilizasiya cəmiyyətin inkişaf səviyyəsini göstərən əsas xüsusiyyətlərdən biridir. Məsələn, oxşar dini, adət-ənənə, əxlaqi biliyə malik olan xalqlar sivilizasiyanın müxtəlif mərhələsində ola bilərlər. Məsələn, qədim Misir, Şumer sivilizasiyaları tarixən daha, belə deyək də, erkən dövrdə yaranan sivilizasiyalar idi. Mərkəzi Afrika, Cənubi Amerika, Cənub-Şərqi Asiya bəzi yerli qəbilələrdə sivilizasiya mərhələsi hələ, belə deyək də, qədəm qoymamışdı, yəni ona keçməmişdi. Müharibələr, epidemiyalar, təbii fəlakətlər sivilizasiyanın inkişafına ləngidə bilər. Yəni inkişaf eləməsinə qarşısını ala bilər, ləngidə bilər. Deməli, ilk qədim sivilizasiyalar eradan əvvəl 4-cü minillikdə fikir verin. Burada deməli, burada Misir sivilizasiyası, bir də Mesopotamiya, Kiçik Asya, Şumer sivilizasiyasına aiddir. Sonra burada eradan əvvəl 3-cü minillikdə burada Finikiya, Aralıq dəniz sahilləri sivilizasiyası eradan əvvəl 3-cü minillikdə. Sonra eradan əvvəl 2-ci minillikdə deməli Çin sivilizasiyası, qədim Çin sivilizasiyası. Sonra eradan əvvəl 1-ci minillikdə isə burada Afrikada yerləşən sivilizasiya, sonra Aztek, İnk, Maya kimi sivilizasiyalar Amerika ümumiyyətlə qitəsində formalaşan sivilizasiyalara aiddir. Ümumiyyətlə tədqiqatçılar yer üzərində 21 sivilizasiyasının olduğunu qeyd eləmişdilər. Onlardan Qərb, Şərq, Konfüs, Yapon, Hind, Slavyan, Pravoslav, Latın Amerikası, Afrika sivilizasiyaları mövcuddur. Sivilizasiyalar inkişaf da edə bilər, sonra məhv də ola bilər, əvvəlki vəziyyətə qayıda da bilərlər. Məsələn, vaxtilə yüksək sivilizasiya inkişaf etmiş qədim İraq indi hazırda ağır belə deyək də, həyat şəraiti sürür. Onun səbəbi nədir? Çünki müharibələr, müxtəlif proseslər bu sivilizasiyanın əvvəlki vəziyyətə qayıtmasına gətirib çıxartmışdı. Ümumiyyətlə, orta əsrlərdə Avropa müasir dövrdə Qərb sivilizasiyasının mərkəzinə çevrildi və nəticədə dünyada müasir dövrdə ən güclü sivilizasiyalar Şərq və Qərb sivilizasiyaları oldu. Qərb sivilizasiyasına Qərbi Avropa, Amerika, Avstraliya qitələri yerləşdi. Şərq sivilizasiyalarına Cənub-Qərbi Asiya, Şimali Afrika Şərq sivilizasiyasına aid oldu. Ümumiyyətlə, adətən sivilizasiyalara yaşayış tərzləri də təsir eləyir. Məsələn, daha çox sivilizasiyanın inkişafında çay, dəniz sahilləri, dalğalar, meşə, səhra, çöllər, bax bunlarda formalaşır təbii landşaftda. Əgər landşaftdan kənara çıxdıqca o sivilizasiyanın elə bir gücü də zəifləyir. Belə bir xüsusiyyəti var. Məsələn, Misir sivilizasiyası Nil çay sahilində, Finikiya sivilizasiyası Aralıq dənizinin şərq hissəsində, İnk, Aztek, Maya sivilizasiyaları And və Kordilyer dağlarında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiya, Şimali Afrika səhralarında,
Türk sivilizasiyası Mərkəzi Asiya çöllərində nə olmuşdu? Belə deyə formalaşmışdı və orada çox güclü dövrləri belə deyə formalaşmışdı. Güclü təsir eləmişdi təbii şərait. Bəzi səbəblərdən belə deyək, kənarda olan belə deyək, əhali də, topluluq da müəyyən dövrdən sonra assimilyasiya uğrayır, öz sivilizasiyasından kənarlaşır, belə deyək. Nəticədə zəifləyir və assimiliyasiya olur. Məsələn, burada Slavyan pravoslav sivilizasiyalarında yaşayış tərzləri fərqlidir. Məsələn, taxtadan tikilmiş mişa materialları ilə bağlı olan əşyalar, evlər, belə deyək, müxtəlif dastanlar, şeirlər, yəni sırf meşə ilə bağlı da bunların təbii vəziyyəti, yaşayış mühiti bununla olduğu üçün bununla bağlı çox belə deyək, əlaqəli proseslər getmişdi. Qərb sivilizasiyasında isə əsasən dəniz yolları, ticarət yolları, gəmiçilik daha çox inkişaf etdiyi üçün bu da həmin sivilizasiyaya böyük rol olmuşdu formalaşmasında. Deməli, ona görə də ki, məsələn, Avropa ilə Avstraliya, Yeni Zelandiya, Şimali Amerika, yəni bir-birindən uzaq olsalar da, yəni o əlaqəni yaradıblar. Elə məsələn, Kolumb Avropadan Amerikaya kəşf elədilər, öz sivilizasiyaları orada daşıdılar. Oradan nə bilim İngilis, belə deyə Avstraliyanı və yaxud da digər ərazilər kəşf elədi. Nəticədə oranı da nə etdi? Öz sivilizasiyaların inkişafına təkan verdi. Sivilizasiyalar ümumiyyətlə yeni dünyada biz bayaqlar qeyd etdik ki, qərb sivilizasiyaları yayılırdı. Elə o böyük coğrafi kəşflər dövründə, ondan sonra yeni dünyanın kəşfi dövründə bunlar elə bu formada yayılmışdı, qərb mədəniyyəti. Ancaq indi isə əksinə şərq mədəniyyəti daha çox belə deyək yayılır. Çin, Koreya, Vyetnam, ondan yanaşı Afrika, Latın Amerikası, Yaxın Şərq ölkələri, Avropaya gələn miqrantlar orada öz mədəniyyətlərini qurmağa çalışırlar və öz mədəniyyətləri ilə də belə deyək, öz adət-ənənələri ilə yanaşı Avropanın da müəyyən adət-ənənələrini qəbul edirlər. Bu da müasir sivilizasiyalardır. Fikir verək. Qərb sivilizasiyasına aiddir ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Papua Yeni Gvineya, sonra Avropa ölkələrin, deməli Qərbi Avropa, məsələn İngiltərə, İspaniya, İrlandiya, İslandiya, İsveç, Norveç, Belçika, Niderland, Almaniya, Danimarka, İtaliya, Fransa, Andorra, Liechtenstein, Monaco, sonra Polşa, deməli burada Estoniya, Latviya, Litva, Finlandiya və s. kimi belə ölkələr əsasən qərb sivilizasiyasıdır. Sonra pravoslav Rus sivilizasiyası, Ukrayna, Belarusiya, Rumıniya, sonra Yunanistan, bax bunlar pravoslav sivilizasiyalarıdır. Sonra burada Budda sivilizasiyası var. Burada Monqolistan, burada onunla yanaşı Tıva ərazisində Türk Dövlət Qurumu tərkibində yerləşir. Burada Yapon sivilizasiyasıdır. Sonra Şərq İslam sivilizasiyası, Şimali Afrika ölkələri, Somali, Cənub-Qərbi Asiya ölkələri, Qazaxıstan, Mərkəzi Asiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, sonra burada Qırğızıstan, Tacikistan, Əfqanıstan, İran, İraq, Suriya və Türkiyə, bax bu kimi ölkələr Şərq İslam, bir də burada İndoneziya ölkəsi burada əsasən Şərq İslam sivilizasiyasına aiddir. Burada sonra Buddadan, burada Cənub-Şərqi Asiya ölkələrində də var. Burada Vyetnamı çıxmaq şərti ilə Vyetnam Çin sivilizasiyasına aiddir. Burada məsələn Tayland, Kamboca, Myanmar, sonra Malayziya, bu kimi ölkələr əsasən aiddir Buddaya. Burada isə Vyetnam aiddir Çinə. Hind, Çin, Pakistan, Hindistan, Bangladeş kimi ölkələr aiddir Hind sivilizasiyalarına. Latın Amerikası ölkələri Meksikadır, Hondurasdır, Panamadır, Kubadır, Haitidir, Nikaraqavadır və s. kimi Mərkəzi Amerika ölkələri, bir də Cənubi Amerika ölkələri də var ki, Braziliya,
Argentina, Peru, Çili, Boliviya, Paragvay, Urugvay, Venezuela, Kolumbiya, Surinam, Qayana və bu kimi belə deyək xalqlara aiddir. Bir də Afrika sivilizasiyası var. Afrikanın cənub və mərkəz hissələrini əhatə edən, Madaqaskarı da əhatə edən bu Afrika sivilizasiyaları adlanır.